Hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugün sizinlə sap qurdlar tipi və onun həyat fəaliyyəti ilə tanış olacağıq. Sap qurdlar tipində ilk dəfə nələr əmələ gəlmişdir, nə formalaşmışdır, hansı təkamül dəyişikliklərin olduğunu bilmək mənə elə gəlir çox maraqlı olacaq və xüsusilə qeyd etmək istərdim ki, qeyd dəftərinizdə bu məlumatları özünüz üçün qeyd edin. Çünki testləri işləyən zaman rahatlıqla işləməyimizi və dərsi daha mükəmməl mənimsəməyimiz üçün bu qeydlər çox mühüm rol daşıyır. İnsan asqaridi haqqında məlumatı öncə verməmişdən belə bir təsnifat verək ki, sap qurdlar tipi bölünür əsl sap qurdlar sinifinə. Nümayəndəsi isə uşaq biz quyruğu və insan asqarididir. İlk dəfə olaraq sap qurdlarda nələr əmələ gəlmişdir? İlk dəfə olaraq onlarda anal dəlik. Nə deməkdir anal dəlik? Yəni həzm sisteminə aid olan bağırsağın son ucu anal dəliklə bitir. Hansı ki, ağız vasitəsindən qəbul olunan qida, həzm olunmamış qida qalıqları isə anal dəlik vasitəsindən xaric olur. Yəni bunlarda qida bir istiqamətlidir. İkinci, 3 dodaq çıxıntısına malik ağız formalaşmışdır. Hansı ki, bu ağız vasitəsilə bağırsağa yapışaraq bağırsağın möhtəviyyatından qidalanmağa başlayır. Xüsusilə qeyd edək ki, insan asqaridi insanın nazik bağırsağında yaşayır və anaerob olaraq sürfəsi yox. Yalnız yetkin insan asqaridi anaerob olaraq nazik bağırsaq boyunca tənəffüs edir. Daha sonra ayrı cinsiyyətlik yaranmışdır. Nədir ayrı cinsiyyətlik? Yəni erkək və dişi ayrıdır. Bunların erkək və dişisinin quruluşunda fərq odur ki, erkəklər bir qədər sivri formadadır, yəni qıvrılmış formadadır. Dişilər isə 20-40 sm ölçüyə çatır və erkəklərdən fərqli olaraq uzun quruluşa malikdir. Baxın, bu şəkildə asanlıqla və aydın şəkildə görə bilərik. Sərbəst həyat tərzi yaşayan nümayəndələrdir. Yəni ən çox da parazit həyat tərzi yaşayanlar, qeyd etdiyim kimi təkrar bir daha deyim, uşaq biz quyruğu və insan asqarididir. İndi isə gəlin biz bunun həyat dövriyyəsinə baxaq. Əvvəlcə həyat dövriyyəsini deməmişdən öncə mən istərdim ki, asqaridin quruluşunu xüsusilə siz göz yaddaşınızda saxlayasınız. Çünki şəkil olaraq düşür və bu şəkillərdə testlərin rahatlıqla işlənməsinə kömək olacaqdır. Ağız, ağızdan sonra isə gəlir demək qida borusu. Qida borusunun isə uzunlanmış, yəni uzun olan hissəsi bağırsaqdır. Bağırsaqlarda həzm getdikdən sonra həzm olunmayan qida qalıqları isə gördüyümüz bu anal dəlik vasitəsindən xaric olur. Bayaq öncə qeyd etdim ki, ayrı cinsiyyətlik yaranmışdır. Yəni bunlarda gördüyümüz bu sap şəkilli yumurtalıq və balalığın bir qədər ensizləşmiş və uzun forması isə yumurta borusu adlanır. Həmçinin bunlarda digər fərdində, yəni erkəyində isə toxumluq vardır. Və bunlarda bədən boğumsuzdur, üzəri dəri əzələ ilə örtülmüşdür. Yalnız bunlarda uzunlu əzələləri görə bilərik, yəni bədən yalnız hərəkəti önə doğru istiqamətlənmişdir. İnsan asqaridində xüsusi tənəffüs orqanı yoxdur. Tənəffüs bütün bədən səthi ilə gedir və yetkin fərdi oksigensiz, yəni anaerob mühitdə nazik bağırsaqda yaşayır. Sürfəsi isə ağciyərlərdə, əsasən tənəffüs yollarında və qan dövranında dövr edərək aerob tənəffüsdə baş verir. İfrazat sistemi isə biz sizlə öyrənmişdik protonefridi, hansı ki, yassı qurdlarda əmələ gələn ilkin ifrazat sistemi idi. Amma bunlarda isə bir cüt ifrazat kanalından ibarətdir. Və həmin bu ifrazat kanalı, hansı ki bir cüt olduğuna görə sağdan və soldan deyə düşünərək, bunlar bir-birindən birləşərək bədənin ön hissəsində tək axarla xaricə açılır. Xüsusilə vurğulayıram bədənin ön hissəsində.
Sinir sistemi və hiss orqanlarına gəldikdə isə, parazit həyat tərzi keçidi ilə əlaqədar olaraq bunlarda hiss orqanları formalaşmayıb. Lakin sinir sistemi, biz örgəndə ilk dəfə olaraq sinir hüceyrələri bağırsaq boşluqlarda Şirinski hudrasında əmələ gəlmişdir və onlarda sadə refleks formalaşmışdır. Yəni, onlar əsasən şirin sularda yaşayırlar və yaxud da qidalanan zaman hər hansısa bir qıcığa reaksiya verə bilərlər. Ancaq yassı qurdlardan olan Axplanaridə isə sinir sistemi bu formadadır. Sanki bir növ nərdivana bənzəyirdi. Bir cüt sinir düyünü, onlar arasındakı sinir sütunları və aralarında olan sinir atmalarından ibarət idi. Bu, yassı qurdların sinir sistemi idi. Amma sap qurdlarda isə bir qədər fərqlidir. Yəni, bunlarda rəngimizi seçək. Bunlarda isə necədir? Udlaq ətrafı sinir halqası və bədənin arxa hissəsində gedən sinir sütunlarından ibarətdir. Bir növ sanki iki bir xəttə yumru bir halqanın keçirilmiş formada olduğunu görə bilərik. İndi isə digər orqanlarına keçmiş olaq. Sinir sistemini dedik. Necə cinsiyyət sistemini bir daha təkrar edirəm ki, ayrı cinsiyyətlidir və bunlarda bir cüt sap şəkilli yumurtalıq qeyd etdiyim kimi və həmçinin erkəklərdə isə tək sap şəkilli toxumluq var. Demək, sual kimi düşə bilər ki, 5 növ insan asqaridində nə qədər yumurtalıq və nə qədər toxumluq var? O zaman biz bilməliyik ki, bir insan asqaridində bir cüt, yəni 2 ədəd sap şəkilli yumurtalıq, bir ədəd isə tək sap şəkilli toxumluq var. O zaman 5 dənəsində 5 toxumluq, 10 dənədə, yəni 5 cütdə nə var? Sap şəkilli yumurtalıq var. İnkişafına gəlin baxaq. İnkişafında bunlarda əsas və aralıq sahib deyə bir anlayış yoxdur. Sadəcə olaraq bir dənə insan orqanizmində baş verir. Gəlin belə deyək ki, bunlarda yalnız əsas sahib var. Nədir əsas sahib, nədir aralıq sahib? Əgər sürfənin, parazitin inkişafı cinsi çoxalma olaraq hansı bədəndə gedirsə, bu əsas sahibdir. Hansı bədəndə qeyri-cinsi çoxalma gedirsə, bu aralıq sahibdir. Gəlin insan asqaridinə necə yoluxduğumuza baxaq. Biz gigiyenik qaydalara əməl etmədikdə, düzgün şəkildə əlimizi yumadıqda yuyulmamış və yaxud da yaxşı yuyulmamış meyvə tərəvəzlərdən, göy-göyərtilərdən istifadə ediriksə, bu zaman bu xəstəliyə yoluxmuş ola bilərik. Deməli, gəlin biz ona yoluxmamıza necə baş verir, buna baxaq. Sürfə, əvvəlcə bunu qeyd edək ki, 10-cu sinif dərsliyində demək, parazitlərin hansı formada olduqları haqqında bir məlumat var. Biohelmint var, helmintlər var, geohelmintlər var. Hansı ki, bu nə deməkdir? Helmint, helmintoz, yəni qurd xəstəlikləri deməkdir. Məhz insan asqaridinin sürfəsi geohelmintdir. Yəni, onun sürfəsinin inkişafı üçün torpaq lazımdır. Yəni, o torpaqda yumurtalar gördüyümüz kimi sürfəli yumurtaya çevrilir. Daha sonra sürfə hərəkət edərək hər hansısa bir ya qidanın üzərindəmi, ya otların üzərindəmi, ya düzgün şəkildə əməl etmədiyimiz sanitar gigiyenik qaydalar vasitəsi ilə nə baş verir? İnsan tərəfindən udulur. Artıq həmin udlaqdakı sürfə düşdü bu necə? Aerob tənəffüs, yəni artıq insan orqanizminə keçid baş verir. Çünki sürfə aerob mühitdə olur. Və sarı xətti gəlin burada izləyək. Gördüyümüz kimi həmin, nə qalın çıxıbdı bu, bir dəqiqə, nazik götürək. Gördüyümüz kimi bu sarı xətt boyunca gəldi və düşdü insanda, yəni cavan sürfə olaraq düşür bağırsaqlara. Və bu bağırsaqda artıq inkişaf edərək nazik bağırsağın xovlarından hansı ki üç dodaq çıxıntısına malik ağız vasitəsilə onun daxili möhtəviyyatını sovurur. Və nəticədə yenidən yumurtalar qoyaraq insanda nə baş verir?
bədəni tərk edir. Və mən sizə bir şey vurğulayım ki, 200 minə qədər bir sutkada yumurta qoymaq xüsusiyyətinə malikdir. Bəli, burada bir şey qeyd edək ki, yenidən bunda artıq ikinci həyat dövriyyəsi başlayır. Tam olaraq yumurtasını qoymamışdan öncə, hansı ki biz qeyd etdik ki, nazik bağırsağa gəlir və orada nazik bağırsağın divarlarından, çünki biz deyirik ki, qəbul etdiyimiz qida qalıqları bağırsaqlarımızda sovurulan zaman xovlardan qana keçir. Həmçinin bunun da cavan sürfəsi qan axarı vasitəsilə gəlir qaraciyərə, qaraciyərdə sürfə böyük qan dövranı vasitəsilə gəlir ürəyə və sonra isə kiçik qan dövranı vasitəsilə, çünki biz bilirik ki, ağciyərlərdə kiçik qan dövranı olur. Yəni bunu həmçinin ağciyər dövranı da deyilir. Yəni arterial, venoz qan arterial qana çevrilir və nəticədə sürfə yenidən gəlir. Burada oksigenlə zənginləşir və sürfə traxeyalara yenidən qayıdaraq hələ ki oksigenin müddət davam edir və nəticədə gələrək bağırsaqlara düşür. Yetkin bir insan asqaridi formalaşır və o yumurtasını qoyaraq artıq çoxalma mexanizmasını həyata keçirmiş olur. Ümid edirəm ki, çoxalması və inkişafı o qədər də çətin olmaz. Əgər anlamaqda çətinlik çəksək, yenidən videolara bir neçə dəfə baxaraq mənimsəmiş ola bilərik. Və belə bir testlərdə belə bir sual var. Hansı qurdlara insanın böyük və kiçik qan dövranında rast gələ bilərik? Bunlardan biri insan asqarididir. Eyni zamanda dənəvər ixnikoqdur. Həmçinin uşaq biz quyruğunda biz buna rast gələ bilərik. Çünki insanda insan asqaridi öskürək yaradırsa, bu gəlir bizim udlağımızda artıq ikinci inkişaf dövriyyəsini sanki bizdə öskürək refleksini yaratmaqla baş verir. Nəticədə bu gəlib ağciyərə düşür və bu olur onun inkişaf mexanizmasında aerob tənəffüs, yəni aerob inkişaf mexanizması. Sürfənin həyat dövriyyəsini xüsusi olaraq bu şəkildə də qeyd olunmuşdur kitabda. Gördüyünüz kimi nazik bağırsaq, nazik bağırsaqdan keçən bağırsaq venası və qaraciyərin qapı venası. Yəni biz də bilirik ki, qaraciyərin qapı venasından sonra orada artıq qaraciyərdə həm qaraciyərə həm daxil olan venalar var, həm də qaraciyərdən çıxan venalar var. Daha sonra qaraciyər venası ilə daxil olursa, yenidən qaraciyərə daxil olur və qaraciyər venası vasitəsilə yenidən çıxaraq aşağı boş vena, aşağı boş vena da bilirik ki, böyük qan dövranında olur. Yəni ki, aşağı tərəf ətraflardan və daxili orqanlarımızdan yığılaraq gəlib aşağı boş vena yığılır. O da gəlir sağ qulaqçığa, yəni kiçik qan dövranında sağ tərəfə venoz qan olaraq tökülür və oradan yenidən sağ mədəcikdən ağciyər arteriyası çıxır. Baxmayaraq ki, arteriyadır, orada venoz qan daşınır və o da ağciyərlərdə artıq öskürək əmələ gətirərək bəlğəmli bir forma yaradır ki, və bu da gəlir bizim traxeyalarımıza düşür. Həmin traxeyalardan da ağız boşluğuna gəlir və yenidən biz onu uduruq, udulaqdan qida borusundan mədəyə, mədədən nazik bağırsağa və oradan da demək, yoğun bağırsağın düz bağırsaq hissəsindən və ora sonunda nəhayətlənmiş insanda olan anusla yumurta qoyur. Əsasən yumurtalarını gecələr qoyur və qaşınma olur, diş qıcaması, ağız suyun ifrazatı, aqressivlik, bəzilərində iştahsızlıq, bəzilərində isə kökəlməyə meyillik yaratmış olur. Demək, test suallarımızda nə ola bilər? Sual verilə bilər ki, insan asqaridində əsas sahib və araq sahib. Unutmuruq və qeyd edirik ki, əsas sahib insandır, araq sahib bunlarda yoxdur. Törətdiyi xəstəlik isə askaridoz adlanır və yumurtasına insan buna necə yoluxur? Yumurta demək, yumurtalıdan sürfə əmələ gəlir və yumurta sürfə şəklində. Aha, görürsünüz ki, burada geohelmiyet, yəni torpaqda yumurtadır, sürfəli yumurta olur və nəhayətində hərəkət edərək insan buna sürfəli yumurta şəklində yoluxur və əsas sahibdir, yumurta şəklində də xaric edilir. Yəni, sürfəli yumurta formasında əsas sahibə daxil olur, yumurta formasında isə tərk edir. Bunda belə bir qrafiki nəzər yetirməniz məsləhətdir. İnsan asqaridində əsas sahibdə olur yetkin fərd,
yumurta və sürfəli yumurta. Torpaqda isə yumurta və həmin yumurtadan əmələ gəlmiş sürfəli yumurta olur. Yəni geohelmint prosesini həyata keçirmiş olur. Və yetkin insan orqanizmasında, insan asqaridində harda ola bilər? Baxın, bu test sualıdır. Yəni bunu qeyd etməniz məsləhətdir. Həzmdə, qan damarı və böyük və kiçik qan damarda, həmçinin tənəffüs sistemlərində rast gəlinə bilər. İnsan asqaridinin sürfəsi harda olmur? Ürəyin sol hissəsində, yuxarı boş venada. Çünki yuxarı boş venada olsa, demək onda bizim demək başımıza hansı ki bir cüt yuxarı arteriyasına belə qurdun sürfələri getmiş ola bilər. Həmçinin ağciyər venası, çünki ağciyər venası baxmayaraq ki, vena kimi qeyd olunub, ancaq orada arterial qan daşınır. Sonra aorta qövsü, çünki ən böyük damar aortadır. Biz bilirik ki, məməlilərdə sol aorta qövsü başlayır, yəni insan da ora aid olduğuna görə. Həmçinin sidik axarları və sidik hissəsində isə demək, insan asqaridinin sürfəsinə rast gəlmək olmaz. Demək ki, yetkin fərdin ontogenezi harda başlayır deyiriksə, əsas sahibin, yəni insanın bağırsağında başlayır, bağırsaqda da bitir. Ontogenez, yumurtanın ontogenezi harda başlayır? İnsanın, yəni əsas sahibinin bağırsağında başlayır, torpaqda bitir. Yəni ki, insan da onu yumurta mərhələsində tərk edir və torpağa nəcisdən tökülmüş yumurtlar şəklində daxil olur. Və sürfəli yumurtanın ontogenezi, ontogenez də yəni onun inkişaf dövriyyəsidir. Torpaqda başlayır, əsas sahibin həzm sistemində bitir. Baxın, bunu mən xüsusilə sizin qeyd etmənizi istərdim. Çünki yeni bir məlumatı testlərdə istifadə oluna bilər. Asqarid sürfəsi, demək, inkişaf zamanı diafraqmanı 3 dəfə dəlib keçir. Birinci keçiddə həzm sistemi ilə, yəni ki, biz onu artıq sürfəli yumurta şəklində qəbul etmişik. İkinci keçiddə isə qan damar sistemi ilə, yəni biz qeyd etdik ki, böyük və kiçik qan dövranı vasitəsilə bu hərəkət edir aerob mühitdə. Üçüncü keçid isə yenidən bu düşür bizim həzm sistemimizə daxil olur. Necə daxil olur? Hansı ki, bayaq qeyd etdik ki, öskürək yaradır, bəlğəm əmələ gətirir, udulağa gəlir. Biz onu yenidən uduruq. Udlaq, qida borusu, mədə, sonra nazik bağırsaq. Nazik bağırsaqdan da sovrulmalar getdikdən sonra gəlir yoğun bağırsaq, yoğun bağırsağın düz bağırsaq hissəsi, onun da sonunda anus vasitəsilə demək yumurta şəklində xaric etmiş olur. Sap qurdlarda nələr yarandı? Bir daha yenidən təkrarlayaq. İlk bədən boşluğu, qidanın bir istiqamətli hərəkəti, yəni anal dəlik formalaşması, yapışma orqanı yoxdur bunlarda. Sadəcə olaraq 3 dodaqlı, yəni 3 dodaq çıxıntısına malik ağız vardır. Kutikuladır. Dəri əzələ hissəsinin bir növü yalnız uzun nəzələr var. Yəni yalnız bu uzun nəzələr hesabında önə doğru hərəkət edir. Və bunlarda kutikula niyə var? Həmin kutikula orqanizmanı, yəni insan asqaridinin orqanizmasını bizim bədənimizdə olan həzm fermentlərinin təsirindən qorumaq üçündür. Yəni həzm fermentləri asanlıqla kutikulanı əridə bilmir. Və bunlarda sinir forması necə oldu? Bayaq bu şəkildə qeyd etdiyim kimi, daha doğrusu stilini bir nə qədər qeyd edirəm. Bir cüt, yəni arxasında olan, bədənin arxa tərəfində olan sinir sütunları və onları əhatə edən udlaq ətrafı sinir halqasından ibarətdir. Demək, metanefridlərdir bunlarda, üzr istəyirəm, həlqəvi qurdlarda o hissəyə gəldi. Bunlarda demək, bir cüt ifrazat kanalıdır ki, hansı ki bunlar sağ və sol tərəfdən birləşərək, burada şəkildə qeyd olunmuşdur, bunlar birləşərək bir kanala açılmış olurlar. Şəkil burada silinibdir. Tək axarla xaricə açılır. Düşünün ki, bu ifrazat kanalıdır. Sağdan və soldan gəlib tək axara birləşirlər. Bu da xaricə açılmış olur. Məncə dərsimiz tam olaraq geniş şəkildə izah olundu. Əgər suallarınız varsa, şərh bölməsində də qeyd edə bilərsiniz. Məsləhətdir ki, qeydlərinizi aparın. Anlamadığınız məqamlarda videoya 1 və 2, 3, 4, 5 istədiyiniz hissədə baxaraq mənimsəməyinizə kömək etmiş olsun. Sağ olun uşaqlar.